Salam əziz izləyicilər. Bugün evdə qonaq olduğu üçün çalışdım biraz fərqli yemək hazırlayım. Belə ətli, kartoflu yemək hazırladım. İndi isə resepti sizlə paylaşıram. Əvvəlcə bütün ərzaqları doğradım. Burada əti bu formada doğradıktan sonra soğanları belə uzun formada doğrayıram. Daha sonra kartofun qabığını soydum. Yaxşıca yuduqdan sonra belə kub formasında doğradım. İndi isə tavaya kərə yağı əlavə edərək ətləri əlavə etdim. Ətləri əlavə etdikdən sonra yaxşıca qovururam. Biraz qovurduqdan sonra ət suyunu belə az formada su buraxır. Dayanmadan əti belə qovururam. Yaxşıca qarışdıraraq. Burada artıq ət öz suyunu buraxır. Və mən altına yüksək oda qoyaraq belə qarışdırıram. Artıq suyu çəkilməyə başladı. Burada isə ət qovrulur və təzədən su əlavə edərək bağlı qapaq altında 40 dəqiqə bişirirəm. Suyu çəkilənə az qalmış soğanları əlavə etdim. Və bu formada qarışdırdım. Burada artıq soğanlar da bişir. Duz, istiyot əlavə edirəm. Duz, istiyot əlavə etdikdən sonra bir qaşıq da tomat pastası əlavə edirəm. Əvvəlcədən doğradığım kartofu da belə əlavə edirəm və yaxşıca qovururam. Suyu çəkildikdən sonra artıq yemək hazır olur. Çalışın ki, kartofu pişənə yaxın əlavə edin, çünki kartof tez pişir. Belə dadlı, ləzzətli yeməyimiz alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun.